Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların, sosial müavinət, təqaüd və müavinətlərin artımı ilə bağlı ətraflı şəkildə məlumat verəcəyik. Hansı pensiya, təqaüd, müavinət nə qədər artırılıb, artımlar hansı şəxslərə şamil ediləcək, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, videomuza keçid edək. Bilirsiniz ki, əmək pensiyalarla bağlı faiz dərəcəsi bəlli oldu. 9,3% ilə pensiyalar indeksləşdirilərək artırıldı və vətəndaşlara əmək pensiyalarının köçürülməsi fevralın 13-də baş tutdu. Bütün bölgələr üzrə pensiyaların köçürülməsi artıq demək olar ki, yekunlaşıb. 13 fevralda köçürülmələr başlandı və həftənin birinci günü, yəni dünən pensiyaların köçürülməsi başa çatdı 16 fevralda. Və qeyd edim ki, hörmətli izləyicilər, bundan sonra müavinət, təqaüd və bəzi əlillik pensiyalarında artımların olması gözlənilir. Əlillik pensiyalarında daha əvvəl yay aylarında, yəni 2025-ci ilin yayında artım olmuşdu, təxmini 6-7 ay keçir üzərindən. Ancaq yenidən artım gündəmdədir. Əlillik pensiyalarında növbəti dəfə bu haqda daha ətraflı məlumat paylaşacağıq növbəti videomuzda. İndiki videomuzda isə bəzi müavinətlərin artımı ilə bağlı məlumat verəcək sizlərə. İlk olaraq yaşa görə verilən 220 manat sosial müavinətin artımı ilə bağlı danışacağıq. Bu müavinətin 30 manat miqdarında artımı gözlənilir və 250 manata çatdırılacaq böyük ehtimalla. Bu artım isə ayın sonuna təsadüf edəcək. Bir də qeyd edim ki, hörmətli izləyicilər, ümumi dövlət sosial yardımı məbləğində artıq artım qeydə alınıb. Təbii ki, bu elə böyük bir artım deyil, ancaq keçən ilki rəqəmlərə baxdığımız zaman cüzi də olsa ümumi sosial yardım məbləğlərində artımın olduğunu görə bilirik. Məsələn, Azərbaycanda ehtiyac meyarı sosial yardım üçün 300 manatdır. Yəni bir nəfər 300 manatla hesablanır. Məsələn, 4 nəfərlik ailədə ehtiyac meyarı 1200 manat təşkil edir və ailənin qazancı 1200 manatdan azdırsa, həmin ailəyə ünvanlı sosial yardım təyin olunur. Məsələn, 4 nəfərlik ailəyə həmin ailənin qazancı məsələn 500 manatdırsa, bu əvvəlki qaydada 1200 manatdan 500 manat çıxılıb 700 manat ünvanlı sosial yardım olaraq təyin olunmur. Yeni qaydalara əsasən bu qayda keçən ildə qüvvədə idi. Adam başına düşən sosial yardım təxmini 100 manatla hesablanır. 100 manat hesabladıqda isə 4 nəfərlik ailəyə təxmini 400 manat miqdarında sosial yardım düşür. İndi orada qəbik məsələsi də olduğu üçün 399 manat normalda sosial yardım təyin olunur. Və 5 nəfərlik ailədə məsələn 499 manat, 6 nəfərlik ailədə 599 manat, 7 nəfərlik ailədə 699 manat və sizə ayrı belə tendensiya davam edir, hörmətli izləyicilər, ünvanlı sosial yardımda. Və ünvanlı sosial yardıma bağlı qeyd edim ki, yanvar ayının təyinatları artıq gəlməyə başlayıb. Vətəndaşlara artıq SMS bildirişlər və ya sistemdən MyGov proqramından da bildirişlər gəlməyə başlayır. Artıq təyinatlar və ya imtina cavabları verilməyə başlanılır. Bundan əvvəl yanvar ayında dekabr ayının yoxlanışlarının cavabı verilirdi. İndi isə yanvar ayının cavablarından keçilib. Hörmətli izləyicilər, digər təqaüdlərdə də artım qeydə alınacaq. Eyni zamanda qeyd edim ki, ailə başçısını itirməyə görə əmək pensiyasında artımlar qeydə alınacaq. Əlilliyə görə əmək pensiyasında artımlar qeydə alınıb artıq. Eyni zamanda dediyim kimi 220 manat sosial müavinətin artımı da gözlənilir. Bu 220 manat isə əlillik pensiyası deyil, 220 manat qocalığa görə verilən müavinətdir. Yəni pensiya yaşına çatan, 65 yaşına çatan vətəndaşlarımız üçün nəzərdə tutulan 220 manat müavinətdir. Bu müavinət isə Azərbaycanda əmək pensiyası almayan vətəndaşlarımıza pensiya yaşına çatdığı zaman təyin olunur. Hörmətli izləyicilər, Azərbaycanda minimum əmək haqqları hələ ki 400 manat olaraq qalır. Minimum əmək haqqlarında hər hansı bir artım yoxdur. Ancaq minimum əmək haqqının, yəni 400 manatın 50 manat artırılaraq 450 manata çatdırılması ilə bağlı müzakirə olunur. Növbəti videolarda bununla bağlı da sizlərə məlumat verəcəm. Azərbaycanda hazırki dövr üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyacılar üçün 245 manat və uşaqlar üçün 260 manat müəyyən edilib. Hörmətli izləyicilər, videomuzun sonuna gəldik. Növbəti videoda ətraflı şəkildə pensiya və müavinətlərin rəqəmlərini sizlərə göstərəcəyik. Siyahı şəkildə hansı müavinət, təqaüd nə qədər artırılıb, ətraflı şəkildə növbəti videoda məlumat verəcəyik. Videomuz yekunlaşdı. Növbəti videoda görüşmək ümidi ilə.